Hamıya salam, kanalıma xoş gəlmişsiniz. Bugün sizinlə bir yerdə Trendyoldan gələn bağlamaları açırıq. Hər dəfə sizə söz verirəm ki, bu videonu çəkəcəm və nəhayət ki, çəkirəm. Bu arada məni Instagramda da izləyə bilərsiniz. Orada tez-tez Trendyoldan gələn sifarişlərimi göstərirəm, linklərlə də paylaşıram. Çünki uzun videonu çəkənə qədər məhsullar bitə bilər. Orada mən stories bölümündə məhsulu sifariş edəndən əvvəl paylaşıram. İzləyicilərimlə məsləhətləşirəm ki, nə sifariş edim, hansı rəngdə və s. endirimlər olanda izləyicilərimə məlumat verirəm. Instagramın linkini bu videonun altında tapa biləcəksiniz. Gəlin uzatmayaq və bu bağlamaları açaq. Gəlin bundan başlayaq, yoxsa yox, başqa bir şeydən başlayaq. Mənə çox maraqlıdır bu nədir, deyəsən bilirəm nədir. Gəlin açaq, baxaq. İçimdə var. Hə, mən bilirdim bu çanta olacaq. Yer üçün bunu sifariş etmişəm. Şəkildə çox qəşəng görsənirdi. Nəyə görə Trendyolu sevirəm? Çünki bütün məhsullar, paltarlar, aksesuarlar və s. sırf şəkildəki kimi olur. Həm də orada real şəkillərə də baxmaq olur. Məncə çox qəşəngdir və çox keyfiyyətli görsənir. Qiyməti münasibidir. Linkləri mütləq sizin üçün qoyacağım. Keçid edib baxa bilərsiniz. Mənim yadımda deyil bunun qiyməti, amma çox baha deyildi. Yəni 30 manata yaxın idi məncə. Onsuz da Trendyolda da qiymətlər tez-tez dəyişir, endirimlər olur və s. Ona görə qoyduğum linklərə daxil olub məhsulun qiymətinə baxa bilərsiniz, istəsəz sifariş edə bilərsiniz. Növbəti sifarişim. Gəlin bunu da açaq. Bu nə idi? Niyə 2 dənədir? Deyəsən bir satıcıdan 2 dənə bluz sifariş etmişəm. Mən əslində bu rəngi heç vaxt sevmirdim. Amma bu qəşəngdir nəsə. Eşitdim ki, bu yayda bu rəng dəbdə olacaq. Ona görə sifariş etdim. Həm də asimetriya dəbdədim. Baxın. Məncə çox qəşəngdir, amma biraz qalındır. Onu indi ya iyun ayında giymək olar, ya da yayda axşamlar giymək olar. Yayda bir balaca isti ola bilər. Düzdür, qolsuzdur, amma parçası elədir ki, biraz qalındır, elə bir. Amma çox qalın deyil, yaxşıdır. S ölçüsündə sifariş etmişəm. Mənim boyum 164 cm-dir, çəkim 56 kiloqram. Bu da bluzdur. Siz yəqin ki bilirsiniz də Trendyoldan 50 manat məbləğində sifariş edəndə çatdırılma pulsuz olur. Bunu da yayda giyinmək üçün sifariş etmişəm. Mən çalışıram indi ancaq yay paltarlarını alım. Çünki yay yaxınlaşır. İndi may ayında hal-hazırda. Hamısını həmişəki kimi giyinib göstərəcəm sizə. İndi yenidən belə bluzlar dəbdədir. Çox oversize paltar artıq yavaş-yavaş dəbdən düşür. Mən əslində bu sifarişə görə çox narahat idim. Çünki biraz gec bəyan eləmişəm. Qorxurdum ki, itbat olacaq. Almayacağım bu sifarişimi. Amma yaxşı ki aldım. Yenə sifarişlər gəlir. Mən baxaram. Ya tez gəlsə bu videoya əlavə eləyərəm, ya da video çox uzun alınsa yeni video çəkərəm. Bunu da çox gözləyirdim. Hamısı gəldi ki, məncə bütün sifarişlərim artıq gəldi. Ancaq qızım üçün olan bəzi şeylər qalıb. Çünki bunlar 2 dənə kofta bir bağlamaya qoyublar deyə mən elə bildim azdır, amma daha çox məhsul gəlib. Bu yağ sarısı rəngində olan bluzdur. Hal-hazırda ən dəbdə olan rəngdir. Ona görə sifariş etdim. Əgər əvvəlki videolarıma baxmısınızsa, bu rəngdə Snickers'da sifariş eləmişəm, krasovkam. Məncə bu kofta ilə qəşəng kombi eləmək olar. Bu da biraz qalındır. Bunu elə indilərdə giyinmək olar. Ya da iyun ayında maksimum, ya da nə bilim axşamlar sərin olsa yayda. Çox qəşəngdir. Videoda elə bir ağ kimidir, amma həyatda daha sarı görsənir. Bu da koftadır, qara rəngdə. Bu koftalar lazım olur həm yayda, həm payızda. Hamısını giyinib sizə göstərəcəm həmişəki kimi.
Və axırıncı sifarişim. Bunu tez açmaq lazımdır çünki kamerada zaletka bitir. Bu ayaqqabıdır. Məndə ölçü 37-dir və hər zaman 37 ölçüsünü sifariş edirəm. Belə ayaqqabıdır. Çox qəşəngdir məncə. Bunu məncə həm qışda toya giymək olar çünki qabağı bağlıdır, həm də yayda. Çox xoşuma gəldi. Keyfiyyəti də yaxşıdır. Marjin markasındandır. Qızım üçün sifariş etdiyim don gəlib. Gündəlik geyinmək üçün pis deyil, amma bu qiymətə məncə daha qəşəng bir şey sifariş eləyə bilərdim. Bir də butulka sifariş elədim. Bu şüşədir. Bizdə bu markanın butulkaları var idi. Bu üçüncüdür, amma tutacaq yerləri yox idi. Və Chico'dan bir dənə də butulka sifariş etdim. O, amma indi istifadədədir. Onu TikTokda ya Instagramda görə bilərsiniz. Bu bütün sifarişlərimindir. Əgər video xoşunuza gəldisə, mütləq like qoyun, kanalıma abunə olun. Biz sizinlə görüşərik növbəti videolarımda. Hələlik.